Tamam, her haftanız xeyir olsun. Kanalımda hoş gördük sizleri. Bugün biz Fatih ve Coşkun'la beraber 5. sınıf riyaziyyat qiymətləndirmədən B variantını izah edəcəyik. Buyurun başlayaq. Birinci testten başla Fatih. Mən birinci testdə mənə deyir ki, 31-dən sonra am, gələn iki ardıcıl tək natural ədədin hasili ən kiçik 4 rəqəmli ədəddən nə qədər çoxdur? Mən burada mən 31-dən sonra gələn tək iki ardıcıl natural ədəd mən 33-lə 35-də 33-ü 35-ə Bəli, 33 ilə vurdum. 35-in hasilini istəyir bizdən əvvəlcə. 33 ilə 35-in hasilini tapırıq. 33-ü 35-ə vuranda neçə alırıq? Və 1155. Bunu tapdıq. 5, bəli, Bəs ən kiçik 4 155. rəqəmli Mən ədədimiz hansıdır? 4 rəqəmli mən 1000. 1000. Ay, Mən ən kiçiyi də 1155-dən də 1000 çıxırıq, 1155 qalır. bəli, 155 qalır. Birə uyğun olacaq B variantı. Buyur Coşqun, Hə. növbətinə sən keç. Deyir ki, biri 84, digəri isə bundan 2 dəfə böyük olan iki ədədin hasil birliklərə qədər yuvarlaqlaşdırsaq misaldır. Hı -hı. Birinci ədədimiz verilibdir Coşqun, 84-dür. Digəri ondan 2 dəfə böyüksə neynəməliyik ağıllı? Mən 84-ü 2-yə vuracağıq. Ay sağ ol. Vurduq neçə aldıq? Mən 168. 168, bəli. Biri 84, digəri də 168-dir. İndi deyir ki, bunların da hasili, yəni 168-i də eyni zamanda 84-ə vurmalısan. O da eləyəcək Mən 100 14112. Yine deyir ki, bunu minliklərə qədər yuvarlaşdır. Minliklərə qədər Ama yuvarlaşdırsan ben nə olar? onu ben binliklere kadar yuvarlaklaştırsam ben 14 bin alırım. Ben de B Bəli, yazmışam. bəli. Burada yuvarlaşdıranda 14.000 alır. Doğrudur. Yəni B variantı. Buyur Fatih. Ben burada deyir ki, bu ifadenin kıymetini tap. Hı -hı. Daha Ben rahat üsulla birinci neyniyərik yetmiş Fatih? Buradan 73-ü mötərizə xərcinə çıxardarıq. Çünki beş. hər ikisində 73 iştirak edir ona görə. 73 Ben çıxarsa, 73 ile 73'ü toplayırıq. bəli, 69 ilə 31-i toplayırıq. Ha, 69 ilə ben. 31-i toplayan neçə alırıq? 100. 73 çıxardanda qalır 69 üstə gəlsin 31. Bu da 100 eləyir. 73-ü də vururuq 100-ə, olur 7300. Düzdürmü? Onu da vururuq Ben. 12-yə. O 7300-ü diyeceğim hemen. Ben 87.600. bəli 87600. Yəni cavab olacaq 3-də C bəndi. Doğrudur. 4 buyur Coşkun. Ben deyir ki, A'nın hansı en büyük natural ədədində A çıxaq 783 kiçikdir 29 vuraq 91 müqayisəsi doğrudur. 23 vurulsun 91. Əvvəlcə sən sağ tərəfi hesablayırsan Coşkun. 23-ü nəyə vurursan ağılla? 91'e. 91-ə. Ay sağ ol. Neçə alırıq? Ben Alırıq 23'e 91'e 2093. vuran. İndi bəs Aha. A-nı tapmaq üçün nə edəcəyik? Ben 2093'ten 783 çıxırıq. O çıxacaq yoxsa toplayacağıq? Toplayacağıq ekran. Bəli, o tərəfə keçirəcəyik, toplayacağıq, tərs əməl edəcəyik. Ben Toplayanda nə? eləyirəm 2000, 2876. 76. Amma ki, sənə burada A-nın qiyməti lazımdır və o 2876-dan da kiçik olmalıdır. Demək ki, bu cavabdan da biz neynəməliyik? Özdə ən böyüyünü istəyir. Biri çıxmalıyıq. Ben 2875 yazmışam. Bəli, cavab olacaq C bəndi. Buyur Fatih. Mən Səmra biri 30 qəpikdən 4 də qələm aldı. Yəni ki,
30'u 4'e vururuq 1 manat 20 qəpik. Və Aysa. o Biri bilirsən əgər 30 60 qəpikdən 4 qələm almısansa, sən demiş 30-u 4-ə vurmaq lazımdır. 120 eləyir. Mən 120-yi də 120 qəpik də manata deməkdir. çevirəndə 1 manat 20 qəpik. Aysa. 1 manat 20 Sonra qəpik bölədir. mən 60 qəpikdən də 6 da dəftər aldı. 60-ı da 6-ya böləndə 360 və bu da 3 manat 60 qəpik. Mən 1 manat Aysa. 20 qəpikdən 3 manat 60 qəpik toplayanda 4 manat 80 qəpik eləyir. Cavabımız A Afərin. variantı. Doğrudur. Ümumi pulu da hesablayırıq. Eləyir 4 manat 80 qəpik. Yəni cavab olacaq 80 qəpik. A variantı. Doğrudur. Buyur 6. Mən A çıxaq B bərabərinə 318 olarsa 35 vuraq A çıxaq 35 vuraq B ifadəsinin qiymətini hesablayın. Coşqun, buradan ortaq olaraq nəyi mötərizə xərcinə çıxardarıq? Hər ikisində nə iştirak eləyir? Mən 35 vuraq A mötərizə açaqla çıxaq 35 vuraq B mötərizə bağlayaq. Yəni 35 vurulsun mötərizədə A çıxılsın B yazıram. Sadələşdirirəm. A çıxılsın B neçədir bizdə? 318-dir də. Gətirib qoyuram burada A çıxılsın B-nin yerinə. Bax buradakı qiymətin yerinə. 318-i. Onu da deməli 318-i nəyə vurmaq lazımdır? 35-ə. 35'e 5'e. Bəli. 318-i də 35-ə vuranda cavab eləyir 11130. Yəni cavab olacaq neçə ağılı? D variantı. D variantı. Bəli. Buyur Fatih. 7. Və deyir ki, birinin ölçüləri 25 metr və 18 metr, digəri ölçüləri isə 36 və 15 metr olan iki düzbucağın sahəsinin cəmi neçə kvadrat metrdir? 25-i 18-ə vurduq. Üstünə gəlir Aysu. 36 vursun 15 sağ. Eləyəcək mənə 9900. Yəni ayrı hərfdə hesablayırıq da. 990. Düzdürmü Fatih? Birinci düzbucağın sahəsini tapmaq üçün N-in uzunluğuna vururuq. Yəni A-nı B-yə vururuq. Olur 450 metrin kvadratı. Bu birinci düzbucağın sahəsidir. İkinci düzbucağın sahəsini tapmaq üçün 36-nı 15-ə vururuq. 36-nı da 15-ə vuranda Cavab alırıq biz. 990 eləməlidir. Bəli, 540 metrin kvadratı. Sonra da bunları toplayırıq. 450 ilə də 540-ı toplayanda 990 metrin kvadratı alırıq. Buyur Coşqun növbəti. Mən 3 ədədin hasili 75, cəmi isə 21-dir. İkinci ədədlə 35-in hasilini tapın. Ha, elə ədəd götürməlisən ki, vuranda 75 olmalıdır, toplayanda 21 olmalıdır. Hansı rəqəmləri götürmüsünüz? Mən Məsələn, tutaq ki, 15 vurulsun 5, vurulsun 1 götürək. 15-in üstə 5 gəl neçə eləyir? 20. 20 üstə 1 gəl 21. mən 15-i 5 yazmışam. Mən 1 bəli. vurulsun Görsün, 5, hasili vurulsun 15, 21, 5 75-dir. və 5-i də Cəmi 35-ə 21-dir. vurulsun 175. Bəli. Burada ikinci ədədimiz Coşqun hansıdır? 5-dir. Mən ikinci ədədimiz 5. 35-i də nəyə vururuq? 5-ə. 5-ə. O neçə eləyir? Mən 175. Mən Yəni D var. 175. Bəli, D variantı. Buyur Mən Fatih doğrudur. 9. Mən deyim, A ən kiçik 2 rəqəmli ədəd, B 32, Dən sonrakı dən ilk cüt ədəd. Yəni ki 34. Aha. A-dakı ən kiçik rəqəmli ədəd Və A 10-dur. isə 11. C Hə, isə 10. onluqlar C mərtəbəsi isə 8 olan. və 80. Aha. Onda aparaq qoyaq yerinə. 4 A üstə gəl 5B çıxılsın 2C-ni hesablamalıyıq. 4-ü 10-a vuraq. Üstünə gələk 5-i 34-ə vuraq. 2-ni də 80-ə vuraq. Hesablayaq. 4-ü 10-a vuranda 40. 34-ü də 5-ə vuranda 170. 45. 170-dən də 40-ı toplasaq 210. 2-ni də 80-ə vuranda 160 eləyir də. 210-dan da 160 çıxsa qalır 50. Yəni A variantı. Buyur Coşqun 10. Ədədlər üçün uyğunluğu müəyyən edir. Müqayisə etməliyik. Mən
Ben 1136'ya vururam. 1100-i 36-ya vuranda mən sənə deyim də çox asandır. Ben 36 36 bin. 36 36.036 elədi. Bunu yazdıq. Bəs 63-ü 642-yə vuranda neçə alırıq? 40.446. İndi hansı 63 böyük oldu, hansı 642. hansı böyük oldu, hansı kiçik oldu? Ben B böyük oldu. B böyükdür. Bəli, B böyükdür. Onda C variantı uyğundur da. A kiçik oldu B-dən. 1-ə C variantı uyğun getdi. Bəs bunların fərqini də tapaq da onda. Tamam. 40.000, 40.446-dan çıxaq 36.036-nı. Çıxana neçə alırıq? 0, 1, Ben 0, 4, 1, 0, 4, 4. 4, 4410. 0. Ben 4410. Bəli, onda birinciyə həm C getdi, həm də D getdi. Düzdürmü uşaqlar? Ben hem de ki ben D'ye gitti. Ay, İndi ikinciyə baxaq. Ben 72'ni 802-ni 82'ye vuram. 72-yə vururuq. Bəli. O da eləyir 57.744. Sonra Ben 21 bin 32'de 27'ye vuranda 57.564 eləyir. İndi müqayisə elə. aha. A, B-dən nə oldu, Ben Coşqun? müqayiseləyəndə ben A böyükdür. Bəli, A böyükdür. A, B-dən böyük oldu. Onda deməli B variantı uyğun getdi. Başqa Ben nə ola bunların bilər? fərqini eləyərək. Aha, onda gəl çıxaq. Ben 57.744-dən 180, 180. bəli, çıxırıq 57.564-ü 0, 14-dən 6 çıxırıq 8, burada 6 qalmışdı. 6-dan da 5 çıxırıq 1, 180. Deməli, eyni zamanda Y variantı da uyğun getdi. Gəldi 3-ə. Ben 3 de A'ya beraberdir. Çünki bilsən niyə görə? Bu da 288-dir, bu da O da 288-dir, eynidir. 288'i. Ay, Ha. sağ ol. Burada 36-nı biz məsəl üçün yaza bilərik 4 vurulsun 9 kimi. Və görsənmə 9 burada da Biliyorum var, burada da var. 4-ü də 4-ə vuranda ben. 16 edir. Ha. 16 burada da var. Eyni şeylərdir, eyni rəqəmlərdir. Ona görə də A, B-yə bərabər olmalıdır. 3-ə də uyğun olacaq A variantı. Bu qədər. Aa. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.